Size bir şey danışım. Bir tane kitap var bizde. Mevsuat Ali ibn Abi Talib aleyhisselam. Yani Hazreti Ali barədə ensiklopediya. Hazreti Ali barədə olan bütün ayələr, hədislər ora cəmlənib. Xanım Zəhra barədə də var belə. Xanım Zəhra barədə də var 25 cild. Hazreti Ali barədə 20 cild. Var bu cür kitablar. Mevsuat, ensiklopediya. Nə var? Bütün hamını yığıblar ora, cəmləyiblər ora. Onun 11-ci cildində, bu Hazreti Ali'nin barəsində ensiklopediyanın 11-ci cildində orada Meysəmdən nəql olunur. Meysəm Təmmardan. O ədalətli, sədaqətli, vəfalı kişidən nəql olunur. Bir günlərin birində gecənin bir aləmi gördüm Həzrəti Ali əleyhissalam Kufədən çıxdı, getdi üzü Cufi məscidinə tərəf. Həzrəti Əlinin Kufədə bir neçə qədimi məscid var. Onlardan biri məsələn Səhlə məscididir, biri Cufa məscididir, biri Kufə məscidinin özüdür. Və 4 məscid xüsusilə Həzrəti Əli buyurub ki, Kufədə olan bərəkətli məscidlər, müqəddəs məscidlər Həzrəti Əli özü buyurub və orada da Cufi məscidinin adını çəkib, Cufi məscidi. Bu Cufi qəbiləsi olub ərəblərdə, o Cabir ibn Yezid el-Cufi, əzizlərim o hədislə məşğul olan alimlərimiz bilirlər bunu. O Cabir ibn Yazid el-Cufi İmam Baqir'in əshabından olub, tələbələrindən hədislər nəql edilib, həmən qəbilədən olub. Ona görə deyirlər Cabir ibn Yazid el-Cufi. Cufi bir qəbilədir, onlar məscid tikmişdilər, amma o qədər ixlaslı idilər ki, onların tikdirdiyi məscidə Həzrət Əli də önəm verirdi. Ona görə dedi ki, bir neçə Kufədə məscid var ki, mübarək məsciddir və Məscid-i Cufinin də adını Həzrət Əli çəkib. Nəysə, Meysəm deyir ki, gördüm Həzrət Əli çıxdı Kufədən Məscid-i Cufiyə tərəf. Mən də ağanın dalınca düşdüm. Gəldim Məscid-i Cufidə, ağa girdi. Sallə ərbəə rəkəat. 4 rükət namaz qıldı. 4 rükət namaz qılandan sonra dua elədi. Əllərini qaldırdı, dua elədi. Səcdiyə getdi. Sonra 100 dəfə dedi, əl-əf, 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 ilahi bağışla, bağışla, bağışla. Sonra Həzrət Əli Məscid-i Cufidən də çıxdı, üst tutdu səhraya. Meysəm deyir ki, mən də onun arxasınca getdim. Getdim səhraya. Bir yerə çatdım, ağa döndü, gördü ki, mən gəlirəm, bir dənə yerdə belə xət çəkdi. Dedi, Meysəm, bu xətdən o tərəfə keçməyəsən. Xət belə yerə çəkdi, dedi, bu xətdən keçməyəsən. Meysəm dedi, dayandım. Ağa ondan sonra tək getdi. Bir xeyləm çəkdi, Meysəm deyir, ürəyimə dəğdəğə girdi. Təlatüm girdi. Ağanın düşmənləri çox. Gecənin bir aləmi, qaranlıq səhra. Ağa tək getdi, ağam tək getdi. Dedim, yox, ağa mənə deyib, bu xətdən oyuna keçmə, amma gedəcəm. Elə ağanın özünə görə ağanın sözündən çıxacam. Meysəm deyir, keçdim. Xətti keçdim, biraz gəlmişdim, gördüm ağa səhrada bədənim bura qədər, yarıya qədər salıb quyuya, danışır quyu ilə. Dərdin deyir quyuya. Biraz da yaxınlaşanda ağa mənim ayaq səslərimi eşitdi, başını qaldırdı. Kimdir? Dedim, Meysəm, dedi, mənəm. Dedi, sənə demədim ki, keçməginən o xətdən. Dedim, ağa, sənin canıva görə narahat oldum, qurban olum, məni bağışla. Deyir, dediyim sözlərdən eşitdin. Dediyim sözlərdən eşitdin. Dedim, yox ağa, heç nə eşitmədim. Ağa orada bir dənə şeir oxuyub. And olsun Allaha, büyünün zikri müsibəti bu olsun. Meysəm deyir ki, ağa əyləşdi yerə və əlin də belə yerə vura-vura başladı bunu oxumağa. Dedi, وَفِي السَّدْرِ لَبَنَاتٌ اِذَا ذَاقَ لَهَا سَدْرِ نَكَتُّ الْأَرْزَ بِالْكَفِّ وَأَبْدَيْتَ لَهَا سِرِّ فَمَهْمَا تُنْبِتُ الْأَرْضُ فَذَاكَ نَبْتُ مِنْ بَزْرِ. Təzdən oxuyun bir dənə bunu. Qoy məclisimiz ağanın bu kəlamları ilə nuraniləşsin. Və ondan sonra Təbriz qardaşım da buradadır. Ondan da xahiş edirəm ki, bunu nəzmə inşallah çəksin Azərbaycan dilində, ağanın dilindən. وَفِي السَّدْرِ لَبَنَاتُ اِذَا ذَاقَ لَهَا سَدْرِ نَكَتُّ الْأَرْزَ بِالْكَفِّ وَأَبْدَيْتُ لَهَا سِرِّ فَمَهْمَا تُنْبِتُ الْأَرْضُ فَذَاكَ نَبْتُ مِنْ بَزْرِ. Ağa deyir ki, Meysəm, mənim sinəmdə çoxlu hacətlər var. Amma ləbənat, bilirsiniz hansı hacətə deyirlər? Maddiyyatdan olan hacətə demirlər. Qəmdən yaranan hacətə deyirlər. Kədərdən yaranan hacətə deyirlər. Fikir ver, gör, nə qədər. Ağa buyurur ki, Meysəm, mənim sinəmdə o qədər kədər və qəm var. Nə vaxtı ürəyim o kədər və qəmlərdən sıxılanda,
Belə nəkattul ərzə bil kəffi, nəkattu belə əli yerə vurmaqdır. Əlimi bu cür yerə vururam, yəni dərdimi yerə deyirəm, torpağa deyirəm, quyuya deyirəm. Nəkattul ərzə bil kəffi və əbdəytu ləhə sirri və öz dərdimi, sirrimi yerə aşkar eləyirəm. Və əbdəytu yerə aşkar eləyirəm. Fəməhmə tumbitul ardu, dəhşətli budur. Fəzəkən nəbtu min sirri. Deyir, yer nə qədər bundan sonra bu torpaqlarda bitki cüzərsə, o bitkilərin toxumu mənim dərdimdəndir. Nə qədər yer bundan sonra bitki cüzərsə, o bitkilərin toxumu mənim dərdimdir, mənim sirrimdir. Yəni, nə qədər gözəllikdir də şeirdə. Nə qədər gör demişəm dərdimi yerə ki, bu cür. Və o dərdlərdən ən böyük xanım Fatimə-i Zəhra salamullah aleyhanı əldən verməsidir. Və o dərdlərdən ən böyük xanım Zəhranın gizlin gecə dəfn olunmasıdır.